Salam qızlar, necəsiniz? Ümid edirəm ki, yaxşısınız. Başlıqdan da gördüyünüz kimi bugün mənim ad günümdür. Sizə deyə bilərəm ki, bu il heç belə böyük gözləntilərim yox idi bu ad günümlə bağlı, amma sizə deyə bilərəm ki, ən gözəl keçirdiyim məncə ad günü bu olacaq. Keçən ilkini heç bəyənməmişdim, istədiyim kimi keçirdə bilməmişdim. Deməli, sinifə getdim bugün. Onsuz mənim həyat yoldaşım mənə hədiyyələrimi vermişdi. Çox sağ olsun, mən həmişə hədiyyələr alır. Onu buradan yekəcə qucaqlayıram. Deməli, sonra məktəbə getdim. Uşaqlar belə gözəl-gözəl rəsmlər çəkmişdilər, qəşəng yazılar yazmışdılar, borda yazmışdılar və s. Çəkini paylaşmışam, burada paylaşacağam. Sonra bir də gördüm ki, deməmişkən uşaqlar bir videolar çəkiblər. Bir valideyn komitəm var, Mislala, bizim məşhur blogerdir, Instada məncə tanıyırsınız. O, onları birləşdirib və videonu atmışdı mənə. Biz bir-bir baxdıq, kövrəldim, ağladım. Həqiqətən müəllim olmağı buna görə istirdim. Hətta bilməyənlər, deyim qoy, mən özəl məktəbdə, ingilis dilli bir məktəbdə ibtidai sinif müəllimiyəm, homeroomam. Normalda baxanda mənim təhsilim ibtidai sinif müəllimliyi üzrə olmayıb, amma sonradan sertifikatlarla və s. bunu etmişəm. Mən ingilis dili müəllimi olmuşam. Amma hal-hazırda ibtidai sinif müəllimini ona görə seçdim ki, yəni uşaqlara baxmaq, balaca uşaqlar və s. yəni çox qəşəngdir. Nəysə, indi sevgimin qarşılığını qat-qat daha çox alıram. Bir sinifdə iki müəllim olur. Biri Miss Məryəmdir, mənimlə işləyən müəllimənin adım. Onu da çox sevirəm. Yəqin ki, bu videoya baxacaq. Çox gözəl bir çanta alıb, yəni bunu bunsuz istifadə edəcəm. Bu nə deyirlər buna? Məsələn, qulpun nə deyirlərsə. Elə gözəl, şirin belə bir çanta alıb. Mən bugün bunu vuracağam. Skaliniyə axşam yeməyinə gedirik həyat yoldaşımla. Skalinini çox bəyənirəm. Yeni il partimizə keçən il orada keçirilmişdi. Bu il yeni il partisinə gedə bilməyəcəm. Ona görə də dedim ki, elə axşam yeməyində ad günü yeməyimizi də orada yeyək. Belə bir çantadır. Qara bir geyimim olacaq. Temudan almışdım. Ətəyi çox qəşəng ətəkdir. Belə yarıqlı ətəkdir. İndi göstərə bilmirəm çünki yumuşam. Ağ parçasında hissəsində belə nəsə ləkələr var idi. Dedim yuyum o hissəsini. İndi quruduram. Qurumasa fenlə qurudacam. Nəysə bunu taxacam. Çox qəşəngdir. Çox bəyəndim. Uşaqlarımın mənə aldığı şokoladlar. Yəni bunu istifadə etmişəm. Bunu dünən gətirmişlər. Çox qəşəngdir. Sonra belə bir şokolad. Sonra belə bir şokolad, sonra belə bir şokolad və belə bir şokolad. Hamısı, amma hamısı çox gözəldir, bir-birinə gözəldir. Düzdür, bu biraz kreativdir, amma hamısı o qədər qəşəngdir ki, və bu çox dadlıdır. Bunu sizə tövsiyə edə bilərəm. Südlü şokolad xoşlayırsınızsa, həm çəkisi çox yaxşıdır. 300 qramdır. Çox dadlıdır. İş yoldaşlarım belə bir şey eləyib. Mənim Instadakı bir neçə şəklimi götürüb. Belə. Burada yazıblar Miss Calala. Bir neçə şəklimdir mənim. Instaya bu arada istəsəz mənə takib ata bilərsiniz. Instada mənim adım Calala Rəhim deyilə bildiyiniz C. C hərfidir də C. C deyim, nə deyim. Yəni, hə. Belə bir girişli burada da şəklimdir. Burada da bir-iki şəklim var. Burada da arzular var. Happy birthday Calala Rəhimliyim. Bu arada mənim öz soyadım Rəhimlidir. Amma əlbəttə ki, soyadım artıq dəyişib. Və burada da sağ olsunlar bir miktar para var. Bunda harçlayacağız. Yenə bir hədiyyəm var. Bilmirəm orada o gülü gördünüz ya yox. Gəlin o gülü göstəreyim. Bir dənə bu gülün gözəlliyinə baxın. Bu gül deyil, bu möhtəşəm bir şeydir. Qoxuları da o qədər qəşəngdir ki, düz evdə də sağ olsunlar şey yox idi. Baxın, yolka yox idi. Yəni bundan. Çox qəşəng güllərdən istifadə eləyiblər. Orada çox ağırdı. Mən bunu necə tutmuşum heç bilmirəm. Bir də bu il aldığım ən bahalı hədiyyə. 2000 AZMB, burada Imperium kartı var. Bunu gedib xarçlayacağız əlbəttə ki. Onsuz da o tərəflərə gedirik. Vaxt olsa bugün nədir gedib bura baxacağıq. Yəni, həyat yoldaşımı da bezdirə-bezdirə kamera aldırdım. Sonra şey aldırdım. Zara'dan çox sevdiyim bir kurtkanı aldırdım. Ondan şort satmışdım. Onu da göstərəcəm. O da çox qəşəngdir. Bir şort satacağım hədiyyələrimlə bağlı. Belə, yəni ki, hədiyyəni hər kəs sevir, əlbəttə ki, mən də sevirəm.
Belə. Deməli qızlar, üzümə istifadə eləyəcəm Shiglamin Hydra Skinfinite seriyasından olan belə bir tonal kremlə make-up eləmişdim əslində bu gün, amma çox az eləmişdim. Concealer, bronzer və sair. Deməli, concealer olaraq L'Oreal Infallible'ın 200 neçə nömrəsi idi? Hə, 326 nömrəsini istifadə edəcəm. Düzdür, biraz açıq gəlir, amma mənə görə mən açıq bilirsiniz, bəyənirəm və bir neçə dəfə də demişəm. Açıq concealer T bölgəsini çox yaxşı aydınladır. Bu concealerdan da bir neçə dəfə danışmışam. 20 neçə manatlıq concealer deyil sözün açığı. 20 neçə manat verib hər hansısa məşhur bir markanın normal kiçik ölçüsünü ala bilərsiniz. Çünki bu çox pis, how to say, birincisi palçıq kimi qalır üzdə, ikincisi də ki, çox pis dolur. Qırışlara çox pis dolur. Qırışlara dolduğu üçün ikinci dəfə alaramı, yox almaram. Tamamilə seçimim fərqli olar. Sizə də tövsiyə edirəmmi? Yox. Nə bilim, fərqli fikirlər var, fərqli şeylər var. Allah bilir nəyə oxşuram. Fərqli fikirlər var, amma bəzi YouTuberları mən görürəm. Mən bir çox məhsul istifadə edən bir insan olaraq deyə bilərəm ki, bu concealer həqiqətən qırışlara çox tez dolur. Bütün concealerlar da ola bilir. Yəni siz onu normal sabitləməsəz, üz çox nəm olsa və s. hamısı da ola bilir. Amma yəni bu dərəcədə tez yox və qiyməti 20 plus satılır. Çox nadir hallarda endimə düşəndə ondan aşağı görə bilirəm, nə bilim 18-19-a görə bilirəm, amma ondan da aşağı yox da, yəni. Lap özünü öldürsün 15. Amma 20 plusluq bir məhsul deyil də və çoxu tərifləyir. Qırışlara dolmur, falan şey eləmir, falan şey eləyir və çox pis qoxusu da var. Yəni mən iş yoldaşlarımınkına da baxdım, dedim bəlkə mən fake-ini almışam, amma fake-ini almamışam. Həqiqətən bu qoxu gəlir bunlardan. Yves Rocher'in məndə belə bir sabitləyici transparan pudrası var. Bunu istifadə eləyəcəm. Niyə görə? Çünki çox yaxşı üzdə qalır. Qiymətinə görə, yəni tam qiymətini verir. Amma təzədən alaramı, bilmirəm. Transparan pudraya gələndə isə bu transparan pudra həqiqətən yaxşı sabitləyir. Gün boyu müəyyən qədər tuta bilir. Tam belə tam olmasa da. Oy, gözümün içinə saldım. Yəni mən bəyənirəm. İlk olaraq bronzerdan istifadə eləyəcəm. Güzgüsü. Bu da çox o ağır şey daşımaqdansa bunu daşımaq çox daha yaxşıdır. Baxın görün necə keçməkdir. Ümid eləyirəm ki, yaxşıdır. Amma bir dənə söz deyim. Mən normalda başqa bronzerlar istifadə eləyəndə çox tez pigmentasiya verir. Ay Allah, bunu mən bayaqdan da istifadə eləyirəm. Yəni neçə dəfə vurmuşam, belə eləmişəm. Bilmirəm gecədə mən görmürəm ya necə. Yəni mən çox az görə bilirəm bunun pigmentasiyasını. Yəni bu qədər olmağına baxmayın, amma çox istifadə etmişəm hədsiz. Niyə var? Bu Juicy Fizz'də bunu da yoxlamışdıq bu arada. Hə, bunu da yoxlamışdıq. Gəlin şey deyək. Oy, mən bunu niyə bunu istifadə elədim? Okey. Belə bir fırça ilə. Bu fırçalar da neçə gündür yumuram. Ancaq bunlarla elə bil heç fırçam yoxmuş kimi. Oy, yüzümü də bura qoyaq. Bundan biraz vurmaq bəs eləyir əslində. Çünki çox pigmentasiyalı bir şeydir və durduğu yerdə də problem orasıdır ki, yayılmır, lap deyə qalır. Əlbəttə ki, hər kəs pigmentasiyalı nəsə almaq istəyir, amma bu qədər də yox da. Yəni bunu yaymaq olmursa biraz stresə salır məni, baxın. Çox diqqətli davranmaq lazımdır, çox. Hədsiz diqqətli davranmaq lazımdır ki, bu arada mən yuxarıya doğru bunu eləyirəm. Bəlkə xeyri oldu. Əlbəttə ki, yanımda məhsullarımı götürəcəm. Neysə, sizcə necədir? Məncə yaxşıdır, amma bronzeri çox istifadə edəcəm. Belə. Amma rəngi çox yaxşıdır. Yəni, həqiqətən bilindirdi ki, burada bir məhsul var. Deməli, dodağımı Shiglamin, bu bildiyiniz Shiglamin belə bir dodaq qələmi deyim, tintimi deyim, nəsə də soyulan bir məhsuldan istifadə eləyəcəm. Bu gün boyu çox gözəl qaldığına görə və biz də yemək yeyəcəyimizə görə bunu istifadə eləyəcəm, amma silməyə bir şeyim yoxdur.
Necə silim? Deməli qızlar, bunu tətbiq eləyəndən sonra sizə göstərəcəm. Ya bunu istifadə eləyəcəm Fenty Beauty-də. Tartın keçən həftə göstərdiyim bu dodaq, bilmirəm plump gedir, nə gedir, amma çox qəşəngdir. Bunu çox bəyəndim. Bunun 5-li setləri var. Düzdür, hal-hazırda Sephora-dan bitib, amma təzədən alacağam. O 5-li setini görən kimi alacağam. Göz meykapı olaraq da Tartdan istifadə eləyəcəm. Məncə bunu belə baza rəngi kimi istifadə eləyim. Bu qatlanan hissəyə vuraq. Amma mənim gözüm aşağıdır deyə birazcana pis göstərə bilir bəzən. Shigelam'in bu paletindən istifadə edəcəm. Bu aralar ən çox istifadə elədiyim rəng budur. Məncə bilinir də. Qızlar, indi liner çəkmək vaxtıdır. Bilirsiniz, bu aralar ən çox sevdiyim favori məhsulum budur. Qıraq tərəflərdən buradan istifadə etməyə başlamışam. Çox əladır, çox rahatlıqla istifadə edə bilirsiniz. Qədər iyrənc bir liner çəkdiyimi hələ də xatırlamıram. İnsan tələsəndə necə boklar yaradır, yarab. Qızlar, artıq vaxtıdır. Gəlin bunu soyaq. Ortaya da bayaq səhvə vurmuşdum. Neyse, qıraq bıçağı da bunu ilə silək. Təmiz bir görüntü yaransın. Bu şəkildə oldu. Sizə göstərmədim, amma artıq mən bundan istifadə etdim. Linerimi çox pis çəkmişəm. Biri belə, biri belə. Yəni, dəhşət bir şey oldu. Dodaq boyamı. Gəlin birinci buna baxaq. Bu Tartın. Ümumiyyətlə, bugün Tartdan çox məhsul istifadə elədim. Gəlin, yaraşır bundan. Belə bunu istifadə elədik. Artıq geyimimi geyinməliyəm. Diorun bu paletindən istifadə eləyə gəlin. Bunlardan ortaya qarışıq eləyəcəm. Bir neçəsini vuracam. Mən sözün açıq çox pis rəngini seçmişəm. Gərək elə həmişə cəmaatın aldığı bu məşhur olan, o orijinal, ilk çıxan nömrəsini alardım. Mən tələsməliyəm, evdən çıxmalıyam. Bunu da vurdum. İndi də bilmirəm orada necə görünəcək. Saçımı düzəldim, gəlirəm. Da olaraq bildiyiniz kimi qızlar bundan istifadə edəcəm. Gəlin məhsulları içinə qoyaq. Diyorum bu paletini götürürəm. Bu fırçalarımı, evə baxmayın, bilirəm ev pisindədir. Yenə də fırçalar, çoxlu fırça, dodaq boyası. Benefit'in bəlkə bu şeyini götürdüm. Physician formulanın bu bronzunu götürəcəm, çünki çox qəşəng rəng verir. Qızlar, burada çox da görünmür. Meykapım belə olub. İşıq bu otaqda çox pisdir. Baxın, mən sizə bu ətəyi deyirdim. Burada yarığı var. Çantanı götürdüm artıq. Baxın. Belə qəşəng qaldı. Köynəyimi göstərə bilmirəm, çünki köynəyimin ortasında belə bir şey qoydum. Burada darama durur deyə çox pis görsəniz. Qızlar, mən artıq getməliyəm. Gecikdim çünki. Ev çox pis vəziyyətdədir. Həyat yoldaşım elə bilir ki, artıq mən çıxmışam. Kartımı götürüm. Ay Allah, nə qədər iş görməli. Acımdan da bu arada ölürəm də, yəni çox pis acımışam. Bunları görürəm. Kartımı da götürdüm, gedib baxacam görürəm. Nələr var Emporium'da. Yəqin ki, yaxşı şeylər olacaq. Gülümü yenə göstərim sizə. Yəni, möhtəşəm, möhtəşəm, möhtəşəm bir güldür. Siz. Neynəyəcəkdim? Məncə heç nə. Getmək vaxtıdır. Bu ayaqqabıları götürmək istəyirəm. Temudan almışdım. Baxın, bu ayaqqabını götürəcəm. Əslində tipi çox yaxşıdır, çox gözəl. İşığı söndürdüm. İndi gedirik. İnternetim şükür Allaha ki var.
Helikopterin çəkildi. Biz getməliyik Port Baku tərəflərə. Port Baku vururam, gedirəm. Öz parkingi var imiş. Deməli qızlar. Yəni gecikirəm, çox pis gecikirəm. 50 dəqiqə göstərir çatmağımı. Yəni deyilən saatdan bir yarım saat sonra çatmalı olacağam. Amma ne? Bir şey yadımdan çıxıb. Kameranın mikrofonu yadımdan çıxıb kameranın. Hə, yadımdan çıxıb deyə bilmirəm da səs necə gələcək orada. Ümid edirəm ki, bərkdən danışıb gələrik ya da ki, onsuz da mahnı olsa təlif haqqı yeyə bilərəm deyə bu yaxınlarda yedim. Çox da istifadə eləməyəcəm. Belə. Gecikəcəm. 19:30-da biz orada olmalıydıq. Mən orada olacağam. 19:58-də, yəni Waze elə göstərir. Yəni belə. Bu arada Waze-i mən öz səsimlə istifadə edirəm. Waze-i əgər maşın istifadə edənlər, maşın idarə edənlər aranızda varsa, öz səsinizə keçirdə bilərsiniz, belə deyim. Belə gedirik də yavaş-yavaş. Qızlar, sizcə make-up'ım necə oldu? Saçımı əslində gərək başqa cür eləyərdim. Amma nə bilmiyim, heç ağlıma gəlmədi də başqa cür eləmək. Ona görə də belə qaldı. Gedirəm, gedim orada saçımı yığım. Bir də köynəyimdən xoşum gəlmədi, heç cürə. İndi biz sağa dönməliyik. Gəlin dönək. Ne qəribə yerdə, hər kəs buradan dönə bilir. Buranı bildim. Bura gənclikdir. Bir çox vaxt burayla getmişəm. Sağa dönməliyəm, amma bir dənə sürətlə gəlirlər ki, mən başa düşə bilmirəm ki, bunlar niyə bu qədər sürətli gəlir? Yərəb. Cəmaət, azca da olsa belə tıxac var. Hərəkətli tıxacdır, şükür. Baxlar, deyəsən çatırıq. Deyəsən çatırıq. Bilmirəm, mən deyəsən səhv yola mı girdim, neynədim. Məncəsinə səhv yola girdim. Çatmalıydım mən 19:58-də falan, amma çata bilmədim. Səhv yola girdim. Yağış da yağmağa başladı, hiss olunursa, bilmirəm, görünmür. Həyat yoldaşım telefondadır, o məni gözləyir. Port Bakunun yanında. Burada dəhşət bir tıxac var. Heç nə. Özümüzə buradan baxırıq. Necə iyi deyə. Video çəksən? Hə, video çəkirəm. Niyə gəlirsən? Tıxacda dayanmışam da nətər gəlim? Gülür də hələ. Nereden bir? Yox, qırmızı işıqdır. Bu nədir? Bu Allah yemək olmadı bu özü. Qızlar, belə görünürəm. Sizcə necədir? Deməli, artıq mən gəlmişəm, düzdür gecikdim. Yağış da başladı. Yağışda başını çox uzaqda saxlamalı oldum. Bunları da çıxartsam çox yaxşı olar, çirkin görünür. Hə, belə gəlmişik, indi sifariş verməliyik və sizə həyat yoldaşım mənə aldığı çiçəyi göstərmək istəyirəm. Buket. Çox gözəl bir buketdir. İndi həyat yoldaşım nəsə seçir. Mənə də bir neçə dəfə ki seçim, amma mən seçə bilmirəm, sözünü açıqam. Ona görə də o seçir. Bu arada hocam, günorta yemək yeməmişəm. Şirniyyat istəyirdim. Kəsmili şirniyyat istəyirdim, getdim yiyim. Okey. İtalyan şəhərli pardon. Bir dənə ondan sifariş vereyim. Bir də dəniz məhsulları nəsə sifariş vereyim. Dəniz məhsulu? Nəsə həyat yoldaşımı da göstərim. Necəsiz Qədir bəy? Şey var burada. Grildə bişirilmiş qızıl balıq var. Aha, Ona sifariş verə bilərik. ola bilər əslində. Okay. Sonra Bu arada çox qəşəng çəkir bu. Bunu kim deyir ki pis çəkir? sonra belə bir şey var. Pasta var belə. Mal əti və badıncan sousu ilə cannelloni var. Ondan sifariş verək bəlkə. Belə maraqlı bir yemək oxşuyur bu şəkli. Nə tər ki?
mal əti və badımcan sousu ilə cannelloni var. Ola bilər. Maraqlı bir şey oxşuyur. Ola bilər. Diqqətlə baş. Məncə hə. Bir dənə pizza, bir dənə o. Və qızıl balıq. İşim. Sonra baxarıq. Salat bəs. Salat bilmirəm. Salat istəyirsən? Ha. Olar. Kola fantazat da var, meyvə şirəsi də var. Kola da ola bilər əslində. Allah istəyir, sifariş vermək istəyirdim. Biri olacaq cannelloni ala Sicilya, Malatya və badımcan sousu ilə. Bir olacaq salmon, grildə bişirilmiş qızıl balıq bu. Salmonun yanında qərbli normalda püre tərəvəz olur. Hər ikisi olur. Həm püre, həm tərəvəz. İstəsəz dəyişə bilər. Başqa nə olur? Kartuşka püreyi dəyişə bilər, salatı dəyişə bilər. Nə istəyirsən? Püre, Püre, tərəvəz, or kartoşka fri, or salat. kartoşka fri. Hər yer kartoşka. Yox, burada da kartoşka fri yeməyim də, yəni. Salat və püre ilə eləmək olur, yoxsa elə püre? Salat or püre yoxsa Yox, var püre tərəvəz, dəyişə bilər kartuşkaya və salat. salat? Salat olsun. 2 sifariş verdim, düzdür? Bir sifariş olacaq, deməli. Yeməyimizi sifariş verdik. Həyat yoldaşımız sifariş verdi. Bir-iki dənə gözəl şəklini çəkdik. Qapaq şəkillərindən eləyəcəm. Çox pis olub ki, mikrofonu gətirməmişəm. Biraz səsim pis çıxa bilər. Bayaq hədiyyəm gəlmişdi, düşdüm aşağıdan götürəndə. Üstümdə qalmasın deyə harasa qoydum. Ümid edirəm ki, tapa bilərəm. Belə. Çiçəyim o qədər gözəldir ki, o qədər gözəl çiçəyim var ki, yəni. Qədir mənə, mən bu arada Qədir bilir ki, mən ancaq belə, buna nə deyirlər? Kol qızıl gül, Kol qızıl gülü, Gustavoy belə. Məsələn, böyük qızıl gülləri heç vaxt xoşlamamışam. Yəni fərqli gülləri okey xoşlayıram, amma belə böyük qızıl güllər, belə bu rəngdə çəhrayılar olur, böyük. Nə bilim, mavi rəngdə, narıncı rəngdə, qəribə. Amma balaca olanlar çox səviyyəli görünür sizcə də. Yəni o qədər xoşum gəlir ki, bunlardan. Bizdə mamagildə də var, mamada da var. Amma yəni belə qırıb saxlayacaq qədər deyil. Çox gözəldir. Yəni bugünə qədər məncə aldığı ən yaxşı çiçəklərdən biridir. Çox bəyəndim. Çox sağ ol. Maşallah. Baxın görün necə gözəldir. Deməli burada ağ rəng var, belə bir də açıq çəhrayı rəng var. Yəni çox sadədir əslində. Başqa güllər yığılmayıb bura, amma onunla belə çox gözəl görsənir. Sadə, amma yəni bunun kimi hörmətin ola da. Buralar ümumiyyətlə hissələrdə çox bəyəndim. Can kocam. Səni çox sevirəm. Yina. Hə, belə qızlar. Make-up'ım məncə bomba olub. Çox qəşəng olub. Əlbəttə ki, make-up məhsullarımın çoxusunu gətirmişəm. Bunun üçün də Məryəmə təşəkkür edirəm. Məryəm, sən möhtəşəm bir müəllim yoldaşımsan. Yəni sən möhtəşəm bir şeysən. Hələ bunun cute belə albalı şeyinə baxın yəni. Necə gözəldir ya. Neyse, biraz make-up'ımızı təzələyək. Deməli, Qədir bunu da gətirmişəm. Niyə? Bunu zaryatka şey. O mənimdir. Dodağımı... Oy. Okey, ilk öncə dodağımızı rəngləndirək. Qızlar, bu arada bu Fenty'dən çox xoşum gəldi. İndirə düşdükcə alacağım. Instaya qoydum bir neçə dənə şəkil. Baxın, hamısını belə qarışdırıb istifadə edirəm. Məncə birinci bunu paylaşacağım bu videonu. Ya yox. Biraz qarışıqdır evdə falan. Hamısını belə qarışdırıb vururam. Çünki mən bunu sözün açığı highlighter niyyətinə almışam. Bronzer niyyətinə almamışam. O demək ki, nə də ki ənlik. Hamısını belə qarışdırıb vurmaq istəyirəm. Biraz da
bronzer vuracağım. Çox rəngli olmadığını düşünürəm. Bu da belə. Məncə qəşəyəm. Sizcə? Bir pizza idi. Biri pizza idi. İtalyan restoranı. Suya gördüyünüz kimi kola almışıq. Getirdi sonra Sonra qızıl balıq götürdük. qızıl balıq götürdük. Cannelloni alla Siciliana. Keçən il yeni il partimizi burada keçirmişdik. Çox bəyənmişdim, dəhşət oynamışdım. Deməli, qızlar, bir yeməyimiz budur. Belə qızıl balıq, belə yanında salatla. Əslində bunu dəyişmək də olurdu. Sonra belə bir yemək, belə bir yemək, badımcan soslu ətdir, belə mal ətidir. Hələ ki yaxşıdır. Yemələr də şəkli bu arada. Salam və daha artıq evdəyik, gəldik. Yaxşı bir gün keçirdik. Əslində ildə bunu bir dəfə eləmək lazımdır. Bu da əlbəttə ki, ən özəl gündə Cəlalənin ad günündə olmalı. Nəysə, gəldim bir daha gülə aşiq oldum buna. Bu çox qəşəngdir. Bu paltarlara fikir verin, o yuyulub çoxdan. Baxın bu deyəndə necə gözəldir. Həyat yoldaşımınki filan. Həqiqətən çox qəşənglər. Geyimimdə belə bir problem var. Bağlanmır. Düzdür, əslində yayda alanda da eyni bu vəziyyət idi. Bura bir dənə düymə tikdirməliyəm, düymə taxdırmalıyam. Belə. Make-up'ım sizcə necədir? Yaxşıdır, yoxsa yox? Bura açıq biraz şey eləyib. Bir də bura bayaqlara liner çəkəndə lineri belə silməyə çalışandım. Buranı da sildim. Sonra üstündən tonal krem vurdum, amma yox, concealer vurdum, amma heç o olmadı yəni. Belə. Qədir, siz necəsiz? Yaxşı. Qədir bəy də yaxşıdır, amma xəstələnib. Yolda gələndə fərqinə vardıq ki, Qədir xəstələnib, hə? Bax. Nəysə qızlar, ümid edirəm ki, bu vlogu bəyəndiniz. Test eləməyə qalsa, mən sizə tövsiyə edirəm ki, Şıqləmin tonal kremini alın. Concealerlarını heç tövsiyə eləmirəm, amma Şıqləmin tonalınısı çox qəşəngdir. Mən buttercream rəngini almışam. Bəyəndim. Çox sarı alt tonludur. Üzü də çox yaxşı göstərir. Nəmli bitişə sahibdir. Üzüm heç quru bu dəqiqə göstərmir. Halbuki biraz Ivroşe biraz quru göstərir. Ad günüm həqiqətən yaxşı keçdi. Həm şagirdlərim, həm həyat yoldaşım, həm iş yoldaşlarım həqiqətən bu günü çox unudulmaz elədilər. Ən yaxşı ad günlərimdən biri və məncə də ən yaxşısı idi. Düzdür, Mamagildən ilk ad günümdür ki, Mamagildən uzaqda keçirdim. Onun üçün biraz darıxdım, çünki bu ilk dəfəm idi ki, evə gedib mamanın hazırladığı nəyisə yemirdim. Əslində gedə də bilərdim, amma düşünürəm ki, artıq bir ailə olandan sonra özümüz artıq hər hansısa bir xüsusi günü keçirməliyik, yəni belə. Nəysə qızlar, videonu bəyəndinizsə, bəyənməyə basmağı, kanalıma abunə olmağı unutmayın və kanalda konkurs var, ona da qatılmağı unutmursunuz. Özünüzə yaxşı baxın, sağ olun.